Allah Quran-ı Kerimdə Peyğəmbərin əhl-i beyti haqqında buyurur ki, hətta Peyğəmbərə deyir, ya Peyğəmbər, sən onlara de, mən bu dinin müqabilində sizdən heç bir qarşılıq tələb etmirəm, heç bir ücrət tələb etmirəm. Bu dini sizin içərinizə gətirdim, təbliğ etdim, çatdırdım. Bunun müqabilində yalnız yaxınlarıma, yalnız əhl-i beytimə olan məhəbbətdən başqa bir şey sizdən istəmirəm. Yəni bu məhəbbətin içərisində də çox böyük mənalar yatır ki, əhl-i beyti sevməyin mənası və anlamı onların cisimlərinə aşıq olmaq deyil, onların yolunu sevməkdir. Onların yolunu sevərək yolu ardıca getməkdir. Əsas məsələ İmam Hüseyin əleyhissalam Peyğəmbərin nəvəsi olma ünvanında sevmək deyil. Yəni İmam Hüseyin əleyhissalamı sevmək, Həzrəti Zeynəbi sevmək, yəni onların simasında Allahı sevməkdir. Onlar Allahı bizə çatdırır, onlar Allahın dinini bizə doğru, sədaqətli bir şəkildə çatdırıblar. Ona görə ümmət, yəni Peyğəmbərin nəslinə qarşı, Peyğəmbərin soyundan gələn pak insanlara qarşı hansı bir ədalətsizliyi, hansı bir vicdansız əmələ addım atdıqlarını biz buradan görmüş oluruq. Ki, yəni Peyğəmbərin nəvəsini şəhid edirlər, öldürürlər köməksiz bir vəziyyətdə və susuz bir şəkildə öldürürlər. Və sonra onu müzakirə edir. Yəni İslam ümməti ki, Peyğəmbərin nəvəsi doğrudur, yəni İmam Hüseyin doğrudur, ya İmam Hüseynin qarşısında duranlar doğrudur. İmam Hüseyin əleyhissalamın qiyamı doğru idimi? Yəni lazım idimi bu şey etmək? Yəni gör nə qədər yəni ümmət ədalətsizdir bu məsələdə. Yəni İmam Hüseyin əleyhissalam hələ hətta doğru olub olunması müzakirə mövzusuna çevrildi ki, bu məsələdə İmam Hüseyin doğru idi. Yəni İslam alimləri durub hətta İmam Hüseynin xəta etdiyini, Yezidə qarşı çıxmağında bir xətaya yol verdiyini iddia ediblər. Yəni görün, necə ki İmam Əli əleyhissalam deyir ki, gör nə qədər alçaldım ki, gör nə qədər məni siz məqamından endirdiniz ki, dedilər Muaviyyə ya Əli. Yəni Muaviyyə ilə Əlini müqayisə elədiniz. Və yaxud Yezid ya İmam Hüseyin, Yezid doğrudur ya İmam Hüseyin. Ona görə də yəni bu ümmətin bir imtihanı idi. Böyük bir imtihanı idi və bu gün də bu ümmətin böyük bir imtihanıdır. Təkcə o dövrdə deyil, yəni İmam Hüseynin tərəfdarları və onun qarşısında olanlar. Bu gün də belədir. Əgər biz müsəlmanları İmam Hüseynə nisbətdə biz dəyərləndirsək, bir dəstə insanlar vardır ki, deyirlər ki, İmam Hüseyin əleyhissalam burada səhv etdi, xətaya yol verdi, etməməlidir, bu qiyama doğru getməməlidir. Bir dəstə insanlar deyirlər ki, İmam Hüseyin əleyhissalam nədir? Doğru idi, haqq yoldaydı və bu bir imtihan idi, Allahın bir imtihanı idi, imamın bir imtihanı idi ki, insanlar ondan sınandılar, imtihan olundular. Yəni bu gün də insanlar iki dəstədirlər. Necə ki, həmin insanlar, yəni onu şəhid edən insanlar da namaz qılırdı. Onlar da ümmətdən hesab olunurdu. Hətta İmam Hüseyin əleyhissalam deyir ki, siz ey Peyğəmbərin ümməti, özünüzü Peyğəmbərin ümməti adlandıranlar, kiminlə vuruşduğunuza düşünürsünüzmü? Vuruşduğunuzu düşünürsünüzmü? Mənim əlimdəki qılıncın kimin qılıncı olduğunu bilmirsinizmi? Çiynimdəki əbanın kimin əbası olduğunu bilmirsiniz? Başımdakı imamənin kimin imaması olduğunu bilmirsiniz? Anamın Həzrəti Fatimə Zəhra olduğunu bilmirsinizmi? Babamın Həzrəti Peyğəmbər olduğunu, Rəsul-i Əkrəm olduğunu bilmirsinizmi? Atamın İmam Əli əleyhissalam olduğunu bilmirsinizmi? Bütün bunları bir imam zikr edir. Yəni bunlar nə demək? Dərsdir ki, yəni bugün sən necə bir insanın həm qəbul edirsən ki, bu Həzrəti Fatimənin övladıdır, Peyğəmbərin övladıdır, İmam Əlinin övladıdır. Və Peyğəmbər də demişdir ki, İnnəl Həsənə vəl Hüseynə şəbabə əhləl cənnə. Cənnət cavanlarının sərvəridirlər, ağasıdırlar. Və dəfələrlə Peyğəmbərdən olan nəql olan rəvayətlərdə görmürsünüz ki, buyurur ki, haqq əhl-i beytləndir, əhl-i beyt də haqladır. Onlar heç vaxt bir-birindən ayrılmaz. İnni tarikum fikumus saqaleyn, kitaballah və itrətə əhləl beyti. Lən yəftəriqə həttə yəridə aleyyəl havz. Deyir ki, mən sizin aranıza iki böyük əmanət qoyub gedirəm. Allahın kitabı və əhl-i beytim olan, itrətim olan əhl-i beyti. Və onlar heç vaxt bir-birindən ayrılmaz. Hətta yəridə aleyyəl havz. Ta ki, havuzun, yəni ahirətdə havuzda mənə birləşənə qədər onlar dünyada bir-birindən ayrılmazlar. Yəni bunu dəfələrlə eşidib müsəlmanlar.
təkrarən, yəni kitablarda yazılıb, tarixi kitablarda, hədis kitablarında, hətta Əhlüsünnənin ən mötəbər kitablarında Səqələyn hədisi, yəni iki ağır əmanət sizin yanınızda qoyuram. Hətta ən mötəbər hesab olunan Müslimdə belə nəql olunub ki, Peyğəmbər itrəti və əhl-i beytini, yəni mənim itrətim və əhl-i beytim haqqında diqqətli olun. Yəni onlar hansı tərəfdə olsa, bilin ki, haqq o tərəfdədir. Onların qarşısında olan tərəfin düşünmədən haqq olduğunu bilin. Yəni, hətta Peyğəmbərin duası vardır ki, deyir ki, Əliyyum ma'al haqq vəl haqqu ma'aliyyin yəduru ma'ahu heysu dara. Deyir ki, Əli haradadırsa haqq da onunladır və onun ətrafında haqq dövr edər. Hətta deyir ki, Allahım, ona yar olana yar ol, onu digər hədislərində, ona yardım edənə sən də yardım et və onu tənha bıraxana sən də tənha bırax və ona düşman olan sən də düşmən ol. Bütün bunları müsəlman alimləri, tarixçiləri və hədis alimləri həm hədis kitablarında, həm tarix kitablarında dəfələrlə qeyd ediblər. Buna görə də İmam Hüseyn əleyhissalamın hərəkatının tanıtılmasında Həzrəti Zeynəbin rolu ona görə önəmlidir ki, əgər Zeynəb olmasaydı, əgər İmam Hüseyn əleyhissalam uzaq görən bir siyasət yürütməsəydi, Əhl-i Beyti özü ilə aparmasaydı və şəhid edilsəydi, mümkündür ki, bu başqa cür yozulaydı və tarixdə itib bataydı və İmam Hüseyn əleyhissalamın şəhid olması başqa bir şəkildə çatdırıla bilərdi. Amma Əhl-i Beytin orada olması, Zeynəbin orada olması, Ümmül Kulsumun orada olması və hər ikisinin həm Übeydullah İbn Ziyadın sarayında, həm Yezidin sarayında xütbələr söyləməsi, həm İmam Zeynəl-Abidin əleyhissalamın Übeydullah İbn Ziyadın sarayında, həm Yezidin sarayında xütbələr söyləməsi və haqqı bəyan etməsi bütün müsəlman dünyası bu məsələdən agah etdi. Yəni o dövr elə bir dövr deyildi ki, indiki kimi informasiya əsri olsun, hadisə baş verən kimi onu bütün İslam dünyası bilsin. Bir hadisə baş verdi, 5 aydan sonra, 6 aydan sonra ondan xəbər tuturdular. 3 aydan sonra ondan xəbər tuturdular ki, filan xilafətin filan bölgə yerində hadisə baş vermişdir. Əgər Həzrəti Zeynəb olmasaydı, bunu canlandırmasaydı, işıqlandırmasaydı, görürsünüz necə danışır, necə bir rəşadatla danışır ki, Yezid hətta deyir ki, xeyr, mən belə bir əmr verməmişəm ki, İmam Hüseyn əleyhissalam öldürülsün, şəhid edilsin. Atırız Übeydullah İbn Ziyadın boynuna. Niyə görə? Çünki görür ki, yəni artıq həqiqət aşkara çıxmışdır, artıq haqla batil, bariz bir şəkildə üz-üzə gəlmişdir və qorxur və imtina edir. Yəni İmam Hüseyn əleyhissalamın öldürülməsini, hətta yəni Əhlüsünnə alimləri var ki, Yezidi bu məsələdə günahlandırmırlar. Deyirlər ki, baxın Yezid özü deyir ki, mən əmr etməmişəm Übeydullah İbn Ziyada ki, İmam Hüseyni öldürsün. Bəs onlar özləri bunu ediblər. Özlərinin seçimidir. Ubeydullahın seçimidir. Mənim seçimim deyil. Hətta Yezidin bəzi rəvayətlər var ki, Yezidin hüzünlənməsi, qəmlənməsi, İmam Hüseynin göz yaşı axıtmasını bəyan edir. Yəni bu özü bir nədir? Sanki bir məsxərədir. Sanki yəni Yezidin təkcə günahı İmam Hüseyn əleyhissalamı öldürmək deyil ki, Məkkə kimi şəhərin, yəni Kəbənin dağıdılması, məncanaqla vurulması, yandırılması, sonra Hərra hadisəsi, minlərlə sahabənin öldürülməsi və sahabələrin xanımlarının Yezidin əskərləri tərəfindən təcavüzə uğraması və tarixçilərin yazılmasına görə minlərlə uşağın bu təcavüzdən dünyaya gəlməsi təkcə İmam Hüseyn məsələsi deyil ki, siz deyəsiniz ki, hə, İmam Hüseyn məsələsində Yezidin bir günahı yoxdur, onu Übeydullah İbn Ziyad öz tərəfindən əmr verir. Bəs Kəbənin yandırılması, Allahın evinin yandırılması, bəs Hərra hadisəsi, orada müsəlmanların öldürülməsi, sahabələrin öldürülməsi və sahabələrin, müsəlman qadınların təcavüzə məruz qalması, bütün bunlar açıq şəkildə göstərir ki, bu əmrlərin hamısı Yezid tərəfindən verilmişdir. Amma gəlir o məsələyə ki, yəni Zeynəbin çox böyük rolu var bu məsələdə, yəni Zeynəb hadisəni açıq şəkildə bəyan edir və insanlığa çatdırır və utandırır düşməni. Yəni orada bir neçə məsələ var. Baxın, Zeynəblə Übeydullah İbn Ziyadın danışıqları var. Orada Zeynəbə deyir ki, sən gördünmü Kərbəlada Allah sənin qardaşını necə öldürdü? Allah İmam Hüseyn əleyhissalamı necə öldürdü? Necə onu qətl etdi? Orada Həzrəti Zeynəb nə deyir? Deyir ki, ma ra'eytu illə cəminə. Mən gözəllikdən başqa bir şey görmədim. Baxın, gör nə gözəl mənəvi bir sözdür. Bununla nə demək istəyir? Yəni Həzrəti Zeynəb əleyhissalam. Mən bu şeyi anlayıram bu hədisdən ki, deyir, ma ra'eytu illə cəmilə. Mən gözəllikdən başqa bir şey görmədim.
Amma axı orada gözəllik mi baş vermiş? Orada günah baş verib, orada qətil baş verib, orada günahsız insanların qanı tökülüb, orada susuz insanlar öldürülüb. Necə gözəl ola bilər? Yəni bu hadisəni iki tərəfin olduğunu Həzrəti Zeynəb çatdırır. Ümumiyyətlə deyir ki, insandır dünyaya gözəllik verən və yaxud dünyanı çirkin göstərən. İnsan əməli ilə dünyaya gözəldir ya çirkindir. Dünya özü özlüyündə nə gözəldir, nə çirkindir. Dünya insansız təsəvvür edin dünyanı. Özü özlüyündə gözəldir, nə çirkindir. İnsandır dünyanı ya gözəl göstərir, ya çirkin göstərir. İnsan öz baxışı ilə, öz əməlləri ilə, öz raftarı ilə, öz həyatı ilə dünyaya rəng qatır, dünyanı cilvələndirir. Təsəvvür edin, məsələn, bir tutaq ki, siz bir möhtac bir insanın həyatını dəyişdirirsiniz. Məsələn, ehsan edirsiniz bir insana, onun həyatını yaxşıya doğru dəyişirsiniz. Həmin insana yaxşılıq etməklə yaxşı bir insan olursunuz. Amma həmin insanın zehnində dünyanı da gözəlləşdirirsiniz. Yəni dünyanın gözəl bir yer olduğunu, dünyanın yaşamaq üçün dəyərli bir yer olduğunu həmin insanın qəlbində və ruhunda və zehnində canlandırırsınız. Sən bir yaxşılıq etməklə, bir insanı sirab etməklə, bir insana yaşamağa ümid bəxş edirsən. Bir insana həyat verirsən. Hətta insan var ki, ölümü ilə başqa insanların həyatını gözəlləşdirir, ona həyat bəxş edir, yəni dünyanı onun üçün gözəlləşdirir. Yəni Həzrəti Zeynəb demək istəyir ki, bu hadisə mənim gözümdə gözəl bir şeydir. Niyə görə? Çünki İmam Hüseyin və onun dostları öz əməlləri ilə elə bir iş gördülər ki, dünyanı insanların gözündə gözəlləşdirdilər. Onlar İmam Hüseynin gözü ilə dünyaya baxanda dünyanın çox gözəl bir yer olduğunu anlayır, dərk edir. Ona görə deyir ki, Kərbala çölü səhradır, amma gözəlliklərin, yəni həqiqətin, haqqın bəyan olduğu yer, gözəlliklərin bəyan olduğu yer deməkdir. Yəni o gün Kərbəlada həqiqət, gözəllik, vicdan, ədalət, əxlaq, təvhid, iman, hər şey öz zirvəsini göstərdi İmam Hüseynin simasında, və yaxud Əbülfəzl Abbasın simasında, və yaxud Əli Əkbərin simasında, və yaxud Həbib ibn Məzahir 80 yaşlı bir qocanın simasında, və yaxud Müslim ibn Ovsəcə 70-dən yuxarı yaşı olan bir qocanın simasında, istər cavan, istər qoca, istər orta yaşlı, bütün yəni o Kərbalada şəhid olan hər bir insan öz şəhadəti ilə bir iş gördü. Əbədi bir iş gördü. İnsanlığa gözəlliyin nə olduğunu anlattı. Yəni bizə dərk etdirdi ki, yəni dünya çirkin bir yer deyil. Amma digər tərəfdən baxanda, məsələn, Ömər ibn Səd tərəfdən baxanda, Ubeydullah ibn Ziyad tərəfdən baxanda, Şimr ibn Zülcoşan tərəfdən baxanda dünya çox çirkin bir yerdir. Dünya çox ədalətsiz bir yerdir. Dünya çox dəhşətli bir yerdir. Yəni insandır dünyaya məna verən, ya dünyanı gözəl göstərən, ya dünyanı çirkin göstərən. Niyə görə deyir ki, ey insan, bu dünyada yaxşılıq et? Niyə görə deyir, ey insan, bu dünyada vəfa göstər? Niyə görə deyir, ey insan, bu dünyada fədakar ol? Niyə görə ey insan, bu dünyada sadiq ol? Kunu ma'as-sadiqin. Sadiqlərlə olun. Niyə? Çünki bu əməllərdir insanların zehnində və şuurunda dünyanı gözəlləşdirən. Bu əməllərdir insanların zehnində ümid yaradan, təvəkkül hissini oyadan. Yəni bu hadisələr 1400 il bundan qabaq olur. Amma bu gündə insanlıq ondan ilham olur. Hətta bəşəriyyət ilham olur. Bəşəriyyət anlayır, dərk edir ki, bəli, elə insanlar var ki, onlar fədakarlıqla, vəfa ilə, fədakarlıq, yəni özünə qurban vermək, fəda etmək, vəfadarlıq isə bütün vücudu ilə özünü təslim etmək haqqa. Yəni haqqa vəfa, yəni bütün vücudu ilə özünü təslim etməkdir. Bax, onu bizə göstərir. Ona görə Həzrəti Zeynəbin o sözü ki, "Mə rəəytu illə cəmilən", mən gözəllikdən başqa bir şey görmədim. Yəni sən İmam Hüseynin gözü ilə dünyaya baxsan, ey Ubeydullah ibn Ziyad, dünyanı gözəl görərsən. Sən bu hadisənin nə qədər əzəmətli bir hadisə olduğunu, nə qədər gözəl bir hadisə olduğunu görərsən. Amma sən nə edirsən? Öz tərəfindən baxırsan. Öz çirkin, yəni yönündən baxırsan. Sizə görə bu əməl bir çirkinlikdir. Sizə görə bu əməl bir günahdır. Sizə görə bu əməl bir, yəni şeytana uymadır. Amma digər tərəfdən baxanda isə bu əməl ədalətin, haqqın özüdür.
Hətta yəni bir dənə də məsələni deyim. Həzrəti İmam Hüseyin əleyhissalam bir övladı sağ qalır da, bilirsiniz, Ali ibn Hüseyin əleyhissalam, yəni 4-cü Canlı sağ qalır. Übeydillah ibn Ziyad deyir, bəs bu kimdir? Deyirlər ki, o Əlidir. Hansı Əlidir? Deyir ki, bu Əli İmam Hüseynin oğlu Əli. Deyir, məgər İmam Hüseynin oğlu Əlini Allah Kərbalada öldürmədi. Allah deyir, Kərbalada öldürmədi. Yəni sözdə ifadəyə bax. Yəni deyir ki, necə yəni Əlidir? Çünki İmamın bir oğlu var, Əli-i Əkbər, biri var Əli-i Əfsad, biri var Əli-i Əsğar. Yəni Əli-i Ovsat yəqin ki, həmin İmam Zeynəlabdin. Əli-i Əkbər həmin o şəhid olandır. Su şəhid olandır. Orada İmam Zeynəlabdin əleyhissalam qalxır, gör, necə bir mərifətlə, imanla cavab verir. Deyir, xeyr, mənim qardaşımı Allah öldürmədi Kərbalada. Onu insanlar öldürdülər. Nə demək istəyir? Yəni, o çirkin əməli törədən insanlardır. Və ayəni oxudu. Allahu yətəvəffəl ənfusə hinə muqdiha vəlləti ləm təmut fi məmanıha. Allah deyir, ölərkən nəfsləri alır, ruhları alır təfil. Allah insan öldürmüş. Allah ruhla insanları öldürən insanlardır. Qətl edən insanlardır, amma Allah ruhu təfil alır. Yəni necə cavab verir? Yəni demək istəyir ki, düzdür Allah izin verir bu işlərə ki, insanlar. Amma izin verməyin mənası o anlama gəlmir ki, bir canı birini öldürürsə, onu Allah öldürdü. Bir insan birini günahsız yere öldürürsə, onu Allah öldürdü. Xeyr. İnsan öldürdü onu, ama Allah ölərkən ruhları təhvil alır. Allah. Gör, nə gözəl bir şəkildə cavab verir və hətta bu məsələ o Übeydillah ibn Ziyadı qəzəbləndirir və deyir ki, onu öldürün. Orada Həzrəti Zeynəb qalxır. Elə bir xütbə söyləyir ki, indi o xütbənin təfərrüatını vaxtımız yoxdur burada zikr edək və Übeydillah ibn Ziyad Zeynəbin bu sözlərini eşidəndən sonra fikrindən daşınır. Sən bilirsən bu kimdir? Yəni bu necə bir insandır? Və hətta Yezidin sarayında azam oxunur və İmam Zeynəlabdin əleyhissalam deyir ki, əşhədü ənlə Muhammedən Rasulullah kəlməsinə çatanda bəzi tarixi qaynaqlar onu qeyd edib. Deyir ki, ey Yezid, bilirsən, əşhədə ənlə Muhammedən Rasulullah o kimin babasıdır? O mənim babamdır. Və mən də onun, o kəlmə-i şəhadətdə onun adı qalsın deyə şəhid. Mənim babam şəhid oldu, atam şəhid oldu. Yəni bu cür əgər baxdığımız zaman, yəni Kərbəlanın bir Kərbala hadisəsinin bir əqli təhlili var, tarixi və əqli təhlili. Bir də bir mənəvi təhlili var, eşq təhlili var. Kərbəlanın hər cəhətini, hər məqamını ağılla izah etmək mümkün deyil. Məsələn, bir misal sizə deyim də. Bu, yəni bəzi insanlar, bəzi alimlərimiz hətta deyirlər ki, bəli, İmam Hüseyin əleyhissalam əvvəldən bilirdi ki, Kərbalada mütləq şəhid olacaq, hətta vaxtına qədər, saatına qədər kimlər şəhid olacaq, hamısını bilirdi. Amma biz hadisələrə baxdığımız zaman biz görürük ki, bu belə deyil. Yəni İmam Hüseyin əleyhissalam bəzi hadisələrdən xəbərdar deyildi. Yəni bilirdi ki, bu yolda şəhadət də var, mümkündür şahid də olsun. Və eyni zamanda axı Kufə əhlinin dəvəti ilə getmişdi. Və Kufiyə doğru gedirdi. Kufə əhli nəyə görə dəvət etmişdi? Onun ətrafında birləşmək üçün. İmam Hüseyin əleyhissalam özlərinə imam qərar vermək üçün. Və Müslümi özündən qabaq niyə göndərir bəs? Müslümi bir əqili. Yəni həmin insanlara bu sual vermək lazımdır. Əgər İmam əleyhissalam %100 bilirdisə orada şəhid olacaq. Niyə Müslümi özündən qabaq göndərir? Niyə Müslümin şəhid olmasına şərait yaradır? Ölməsinə şərait yaradır? Ki, ey Müslüm, get gör orada vəziyyət nəzirdir? Ya həqiqətən bunların göndərdiyi məktublara əsasən bunlar hazırdırlarmı? Və Müslümin şəhid olması yolda bilir. Əgər həqiqətən qeybdən xəbərdar idisə İmam Hüseyin əleyhissalam, bütün hadisələri öncədən bir tablo kimi o baxırdı, hər şeyi görürdüsə, o zaman niyə yolda Müslüm xəbər verir ki, orada vəziyyət nədirdir? Bir karvanla rastlaşır ki, Kufədən gəlir. O zaman deyirlər ki, Yəbnə Rəsulallah, Müslüm şəhid edildi, hani öldürüldü. Yəni sənin tərəfdarların pərən-pərən düşdülər. Übeydillah ibn Ziyad böyük bir hilə işlətdi və sənin Kufədə olan tərəfdarlarını neynədi? Paramparça elədi. Və sən geriyə qayıt dedilər hətta. Və İmam Hüseyin əleyhissalam orada Müslümin şəhadət xəbərini eşidirək ağlayır. Sonra yeni bir qasid göndərir. Sonra Hürrlə qarşılaşır. Hürr ibn Yazid Riyahi. Bilirsiniz də, Hürr ibn Yazid Riyahi rəhiməhullah aleyh. Allah ona rəhm etsin. O səbəb olur İmam Hüseyin şəhid olsun. Yəni Hürr ibn Yazid Riyahi nə qoymur İmam şeyə qədər nə qoymur ki İmam Kufə Məkkəyə qayıtsın, nə də digər bir yol tutsun. Deyir ki,
Übeydullah ibn Ziyad ona yazır ki, sən çalış, əgər siz tarixi məktubları incələsəniz tarix əsərlərində, deyirsən çalış, nə qərbə doğru gedə bilsin, nə geriyə qayıtsın. Çalış, İmam Hüseyin əleyhissalam səhraya, yəni Kərbəla səhrasına yerləşdir, susuz bir yerə, Kufəyə doğru gedə bilməz. Niyə görə? Çünki Kufədə, baxın, Müslim ibn Əqil öldürülmüş, Hani də öldürülmüş, sonra Muxtar da zindandadır. Amma yenə də Übeydullah ibn Ziyad qorxur ki, İmam Kufəyə gəlsə, yenidən şiələr onun ətrafında birləşəcək. Yəni Kufə özü bir mərkəzdir, etiraz mərkəzidir, qaynar bir mərkəzdir. Yəni Yezidə qarşı nifrəti var bu, yəni əhalinin, hətta Muaviyyəyə qarşı bunların kini var. İmam Əli ilə İslamın dostlarıdır əksəriyyəti. Yəni o bəzən məsələn deyirlər biz ma əhli Kufə nistim Əli tənha bimanat. Biz Kufə əhli deyilik, Əli tək qalsın. Bu ifadəyə mən razı deyiləm. Niyə görə? Çünki əslən bu şiəliyin məkanı Kufədir. İmam Əlinin tərəfdarları Kufədən çıxır. İmam Hüseynin tərəfdarları sadəcə olaraq düşmən bunları elə bir şəkildə mühasirəyə alıb pərən-pərən salmışdı ki və onları məcbur edərək yəni İmam Hüseyin əleyhissalama qarşı vuruşmağa vadar etdilər. Və hətta tarixi qaynaqlarda var ki, gecə ilə bir neçə insanın boynunu vurdular, yəni İmam Hüseyin tərəfdarının ki, və onun cəsədini küçəyə atdılar ki, görsünlər ki, kim getməsə, yəni qoşulmasa, aqibəti bu cür olacaq. Yəni bütün bunları, yəni insanların gözünü o cür şəkildə qorxutdular və ona görə də Kufə əhli pərən-pərən düşdü. İmam Əleyhisselam oradan belə Hürr ibn Yazid Riyahiyə deyir ki, yaxşı, əgər belədirsə, o zaman məni geri qayıtmağa şərait yarat. O zaman Hürr məktub yazır şeyə, Übeydullah ibn Ziyada. Deyir ki, bu insan bizimlə vuruşmaq istəmir. Bu insan deyir ki, əgər siz məni dəvət etmirsiniz, Kufə əhli mənə dəvət edin. Əgər istəmirsinizsə geri qayıdın. Deyir, yox, mən bağda İmam Hüseynin geri qayıtmağına şərait yaradasın. Məktubunda yazır Hürrə. Və Hürr deyir ki, mən vəzifəliyəm ki, səni təqib edim. Nə qərbə doğru gedəcəksən, nə geriyə qayıdacaqsan. Yalnız Kərbalaya doğru onun getməsini təmin edir ki, o getsin Kərbala çölünə, orada yəni dayanır və orada məktub gəlir ki, orada saxla, orada mühasirədə saxla. 3000 qoşun yenidən gəlir, qoşulur Hürr ibn Yazid Riyahi'nin 10.000 nəfərlik qoşununa. Təxminən 4000 süvari və yaxud piyada birlikdə imamı mühasirəyə alırlar orada. Və Hürr ibn Yazid Aşura gününə qədər imamın düşməni idi. Aşura günü anlayır o imamın xütbəsindən sonra başlayır tir-tir əsməyə, deyir ki, mən özümü cənnətlə cəhənnəm arasında görürəm, axirətlə dünya arasında görürəm, nəfslə haqq arasında görürəm və deyir, bədəni tir-tir əsməyə başlayır. Bilirsiniz də, Hürr ibn Yazid Riyahi ərəbin ən qəhrəman insanlarından biri, ən dilavər insanlarından biridir. Amma imamın xütbəsini eşidəndən sonra, sözlərini eşidəndən sonra anlayır bir anlığa, onda bir oyanış baş verir və bir çevriliş baş verir bunun vücudunda. Yəni Kərbala hadisəsindəki hadisələrin içində bir nə var? Anlam var. Yəni bəzi insanların o ki Quran deyir, tövbə edərlər və anlayarlar, öz keçmişləri silinər və pislikləri yaxşılıqla əvəz olurlar. İnnəl həsənat yübəddilus seyyiat, yaxşılıqlar pislikləri dəyişdirər. Yəni Hürr ibn Yazid həmin günə qədər pis bir əməl edirdi, çirkin bir əməl edirdi, amma həmin gün tövbə etdi, gəldi imamın qarşısında tövbə etdi. O zaman dedi ki, Yəbnə Rəsulallah, mən anladım, dərk etdim ki, səhv etmişəm və mən alt üst oldum mən. Yəni sənin sözlərindən, sənin o rəftarından, hətta deyir ki, yəni o günlərdə ki imamı təqib edirdi, İmam əleyhissalamın rəftarına, əxlaqıdır, onu valih etmişdi. Yəni imamın, hətta deyir ki, İmam əleyhissalam namaza durdu, öz qoşulunda adamlara dedi ki, gəlin imama qoşulaq. Peyğəmbərin, Fatimənin oğlu, Peyğəmbərin oğlu burada namaz qıla biz ayrı namaz qıla bilmərik. Öz qoşuluna əmr edir ki, Hürr ibn Yazid Riyahi, o 1000 nəfərli. Gəlin qoşulun, İmam Hüseyin əleyhissalama birlikdə namaz qılaq. Yəni imamın bu günlərdəki rəftarı onun vücudunda dəyişiklik meydana gətirir. Ondan qabaq məsələn çox nöqtələri orada demək olar. Məsələn Züheyr ibn Qeyn. Züheyr ibn Qeyn imamın düşmənlərindən biridir, Osmanın tərəfdarlarından biridir. Əhl-i Beytin düşmənlərindən biridir. Amma yolda imamın bəzi sözləri, yəni elə yerdə dayanırlar ki, üzləşirlər, çalışır imamdan üzləşməsin. Amma elə bir yerdə İmam əleyhissalam xeyməsini qurur, gəlir, o da məcbur olur, orada xeyməsini qurur. Elə bir yerdə ki, məcbursan orada oturasan. Hər ikisi də Kufəyə doğru gedir. Orada məktub göndərir Züheyr ibn Qeynə ki, gəl mənim dəvətimi qəbul et. Züheyr ibn Qeyn məktubu oxuyur
və əlləri əsməyə başladı. Əvvəl qəbul etmək istəmir. Həyat yoldaşı pərdənin arxasından deyir ki, sən necə Peyğəmbərin övladının dəvətini qəbul etmirsən? Allah Rəsulunun oğlu səni çağırır. Sən necə bunu qəbul etmirsən? O deyir ki, yaxşı, gedir imamın qəbuluna. Mürtəza Mütəhhiri onu Hümaysi Hüseyni əsərində geniş bir şəkildə qeyd edib, yazıb. Bilirsiniz, Hümaysi Hüseyni əsəri İmam Hüseyn əleyhissalamın hərəkatını təhlil edən bir neçə kitabdan biridir. Biri də Əllamə Nəcəfabadi yazıb, Şəhid-i Cavid. Bu iki əsər, Hümaysi Hüseyni və Şəhid-i Cavid, İmam Hüseyn əleyhissalamın hərəkatını təhlil edən, fərqli yöndən təhlil edən kitablardan biridir. Oradadır ki, Züheyr gəlir, girir imamın qəbuluna, düşür xeyməsinə. Orada bir neçə kəlmə onunla imam danışandan sonra bu dəyişir, vücudu dəyişir. İndi imam ona necə anladır, necə qeybi həqiqətləri onun gözündə canlandırır, bu qayıdır, gəlir, həyat yoldaşını təlaq verir. Deyir ki, mən səni boşuyuram və səni öz qohumlarından birinə qoşuram, əmin uşaqlarından birinə, təzdən qayıdı, deməli, öz məmləkəti deyir və sən, deyir ki, mən qərar verdim İmam əleyhissalamla birlikdə olacam. Ya şəhid olacam, ya onunla qalib olacam. Və orada deyir ki, Züheyr ibn Qeylin həyat yoldaşı deyir ki, əgər şəhid olsan, Peyğəmbərin qızını görəcəksin, yəni ki, Fatimə. Orada mənim xahişi Peyğəmbərin qızından edərsin. Yəni, gör, mərifətə bax da bir insana ki, yəni, bir insan öz həyat yoldaşının haqqa dəyişməsinə səbəb olur. Deyir ki, sən hansı cürətlə Peyğəmbərin övladının dəvətini qəbul etmirsən, İmam Hüseyn əleyhissalam. Yəni, belə hadisələr çoxdur təbii ki və bunları heç cürə əqillə izah etmək mümkün deyil. Burada müəyyən qədər eşqin müdaxiləsi var, müəyyən qədər vəfanın müdaxiləsi var. Ümumiyyətlə, bizim şairlərimiz də bu hadisələrə, bəzi hadisələrə müəyyən mənada ağıldan üstün bir şeyin müdaxiləsi kimi baxırlar. Çünki ağılla bəzi məsələləri anlaya bilmirsən. Bilirsən ki, bu gedir, şəhid olacaq, amma yenə də öz qararından dönmür. Yəni, başqa bir yol tuta bilər də tutmur. Yəni, eşq və məhəbbət yolu tamam başqa bir şey. İnsanın vücudunu dəyişir. Hətta İmam yolda bir neçə insana deyir ki, siz görürsünüz ki, hadisələr bizim əleyhimizə cərəyan edir. Müxtəlif məntəqələr vardır ki, o məntəqələrdə imam xütbə söylüyor. Deyir ki, siz görürsünüz, xəbərlər yaxşı deyildir və hadisələr bizim əleyhimizə cərəyan edir. Siz azadsınız, kim istəyirsə qayıtsın. Yəni, mən deyir ki, zəmanət verirəm ki sizə, siz məsuliyyət daşımayacaqsınız, qayıdın geri. Və bəzi tarixi qaynaqlarda isə Aşura gecəsi İmam Hüseyn əleyhissalam bu məsələni deyir. Deyir ki, siz görürsünüz ki, artıq döyüşdən başqa bir yol qalmadı. Artıq şəhadətdən başqa bir yol qalmadı. Və bunların istəyi fəqət mənəm. Sizi istəmirlər. Bunlar fəqət mənim beyət almağımı istəyirlər. Siz hər biriniz Əhl-i Beytimdən birinin əlindən yapışın, gecənin qaranlığında dağılın, gedin. Və orada, əgər rəvayət doğrudursa, orada hətta İmam Hüseyn əleyhissalam deyir ki, mən bunu həqiqətən deyirəm, imtihan üçün demirəm. Yəni, nə ki, sizi imtihan edeyim, görüm kim qalır. Mən həqiqətən deyirəm ki, sizin üzərinizdə məsuliyyət götürüldü, gedin. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, nə imtihan olunmuşsunuz mən tərəfdən. Yəni, sizin sədaqatınız təsdiq oldu. Heç sizi imtihan da etmirəm. Çıxın, gedin, azadsınız. Yəni, nə demək istəyir? Yəni, deyir, burada yalnız Hüseyn olanlar qalmalıdır. Mənası odur. Yəni, bunlar yalnız Hüseyni tələb edirlər. Əgər siz vücudunuzda Hüseyn olmaq görürsünüzsə, özünüzü İmam Hüseynin yerinə qoya bilirsinizsə, onun kimi ola bilərsiniz, mənim kimi ola bilərsinizsə qalın. Əgər mənim yerimdə qoymursunuz, özüm çıxın gedin. Yəni, hamınızın üzərindən beyətimi götürdüm deyir özə. Və o zaman Həbibi-i Məzahir durur, Müslümi-i Ofsəcə qalxır, o qocalar dururlar, deyirlər ki, Yəbinə Rasulullah, biz səni tərk etmərik, biz 70 dəfə əgər sənin yolunda şəhid olsa, yenidən dirilsək və sənin yolunda şəhid olmağı seçərik. Yəni, onu göstərir ki, bunlar ağılla baxanda, bunlar çıxıb getməli idilər. Amma nə idi? Bunların məhəbbəti və eşqi, vəfadarlığı yol vermədi ki, onlar imam təkid edir ki, sizin çıxın gedin, amma tərk etmirlər və orada şəhid olurlar.